İngilis dilində gündəlik danışıqda işlənən 5 birləşmə. 1. Mənim üçün fərqi yoxdur. It does not matter for me. Mənim üçün fərqi yoxdur. İkinci cümlə. Rahatına bax, keyfinə bax. Let your hair down. Rahatına bax, keyfinə. Daha sonra deyirik, məsələn, gezdi artıq, iş işdən keçdi. Too little, too late. Gecikmək, iş işdən keçdi mənasında. Dördüncü cümləmiz məqsədin nədir? Bunu what is your game? İdiom kimi işləndikdə məqsədi nədir mənası verir, amma ayrılıqda oyun mənasıdır. Game oyun mənasında işlənir. Sonra axırıncı olaraq deyirik ki, məni qıcıqlandırma. Stop, dayan, begging me. Məni qıcıqlandırmağı dayandır. Daha çox üçün WhatsApp kanalına qoşulub sıfırdan ingilis dili öyrənə bilərsiniz, pulsuz olaraq.